Gəl indi kimsə inandır ki, Qarabağda bir günümüz necə keçdi? Gəlin bərabər izləyək. İlkin olaraq həyətimizdən başlayıram. Həyətimizdə təmir işləri gedir, çardaq hazırlayırıq. Artıq tutlarımız yetişib. Əlavə olaraq da əkin əkmişdim, onu da sizlərə təqdim edirəm. Burada gördüyünüz hər bir məhsul hadrut məhsuludur. İnşallah yaxın zamanda bar verər, sizlər üçün çəkib paylaşaram. Bunlar əkdiyim toxumlarda artıq şitilləşib. Bunlar da əkdiyim şitillərdə artıq böyüyüb, çiçəkləyiblər. Bəzilərini dolu vurdu deyə biraz inkişafdan dala qalıblar, amma yenə də yaxşıdır. Burada da gördüyünüz 40 günlük lobiyalarımızdır. Hadrutun gilasından mürəbbə hazırlayıram. Bir çox insan deyir bundan mürəbbə hazırlanmır, amma çox dadlı olur. Ona görə də hazırladıq. Burada da Həmzə bəy gilasın dadına baxır. Qoz mürəbbəsi hazırlamağa qərar verdim. Biraz çətin proses olduğuna görə gec qərar verdim. Ona görə qozlar biraz daha böyükdür, mənə elə gəlir. Amma yenə də hazırladım. Deyilənə görə 10 günə hazırlanır. Və 7 gün suda qalır. 4 gün isə ya 3 gün isə əhəngdə qalır. Ondan sonra hazırlanır. Nə yemişəm, nə də hazırlamışam. İlk təcrübəmdir. İnşallah ki, yaxşı alınar. Hadrut qozlarıdır. Düşünürəm ki, nə hazırlanır, hazırlansın, dadlı alınacaq. Aranızda qoz mürəbbəsi hazırlayan olub, prosesləri necə irəlilətmisiniz, bu barədə məlumat versəniz, mən də buna əsasən hazırlığımı görərəm ki, daha yaxşı nəticə alım. Bugün mənim üçün ən gözəl günlərdən biri idi. Atamgil gəlirdi və gəldilər. Bu çox bir qız üçün gözəl hissdir. Anam ilk dəfə idi gəlirdi. Atam bir neçə dəfə gəlib. Burada bacılarım Həmzəni görür. Həmzə bir çoxunu artıq tanımır. Çünki 8 aylıq olanda biz Hadruta köçmüşük. Beləcə görüşürlər, heç birini tanımır. O qədər yad baxır ki, mənim doğma bildiyim insanlara oğlumun yad baxması biraz qəribə gəlir. Telefonla gördüyü qədər. Bunlar da mənim bacımın evlatlarıdır. Allah qorusun hər birini. Hoş gördük. Görüm. Ən birinci gələn qonaqlarımız üçün samovar çayı hazırladım. Sonra isə keçid etdik səhər yeməyinə. Bir gün vaxtları var idi. Sabah tezdən çıxacaqdılar. Ona görə nə qədər yer var, hər bir yeri çarşdığımız qədər gəzdirdik. Hətta Çartaza qədər getdik. Burada isə artıq qayıtmışıq. Çartazdan qayıdıb kababımızı da çəkdik. Bu kababı yeyib bekar oturmaq olmazdı. Çox maraqlı bir yerə getdik. Əməlli başlı biraz qorxu, tragediya yaşadıq. İndi sizə də göstərəcəm irəliləyən dəqiqələrdə. Orxanadım mən. Sen? Hə. Bu kırılır. Heç olmaz, hər nə olacaqsa eyb yox. Əsas odur töküləcəksin. Gedim sokağa. Başına dönür. Axşam düşdü və çıxdıq gəzintiyə. Hadrutun ən gözəl yerlərini qoyub bacımgilə apardıq.
bir dəhşətli yerə. İndi nələr oldu görəcəksiniz. Çox maraqlı bir yerlər idi. Sadəcə biraz axşam vaxtı getmək mi düzgün değildi yoxsa nə? Burada da süd almışdıq. O südün qaymağını sizə Hadrutun südünün qaymağını göstərirəm. Deməli, gedirik gəzintimizə. Bura, səhv eləmirəmsə, Qızılqaya kəndidir. Səhv eləmirəmsə, tam dəqiq adını bilmirəm. Çox gözəl bir kənddir, səssiz bir kənddir. Bura köç olmuyor. Bir xeyli də digər kəndlərdən uzaq bir yerdir. O qədər səssiz idi. Səssizliyi belə insanı qorxudurdu. Uşaqlar belə qorxurdu. Burada gəldik Alban kilsəsinə. Çox maraqlı bir an yaşadıq. Qəşəng girdik içinə. Bacımgil qorxdu, girə bilmədi. Bu Mədəniyyət Nazirliyi tərəfindən qorunub saxlanılır. Çox belə deyim də, mən ümumiyyətcə kilsələr mənə maraqlı gəlir. Ona görə də digər Hadrutda olan Alban kilsəsinə girmişdim. Bu da Xocavəndin digər kəndində olan kilsədir. Buna da girdim. Eynidir. Yəni heç bir fərqləri yoxdur. Nə məna daşıyır da bunları yenə bilmirəm. Amma nəsə maraqla baxdım. Bu qaranlıqda, işıq yanmayan vaxtda ora girmək, belə deyim, çox ora ümumiyyətcə girmək çətin idi. Niyə? Çünki ot demək olar ki 1 metrə yaxın idi. O ilandan qorxmayıb ora girmək özü bir cəsarətli. Əlavə olaraq yolda gələndə nələrlə qarşılaşdıq. Yaxşı ki gedəndə qarşılaşmadıq, yoxsa onda girə bilməzdik. Beləcə baxdıq içərisinə, çıxdıq, nə görsək yaxşıdır. Çaqqal yuvaları mı, yoxsa canavar yuvası mı? Tam dəqiq aydınlaşdıra bilmədik, amma oradan həmin dəqiqə uzaqlaşdıq. Və gedərkən mənzərəni çəkirdim, birdən qarşımıza koramal ilan çıxdı. Dəsən koramal idi. Neysə, yaxşı ki ölü idi, yaxşı ki gedəndə görməmişdik. Buradan da gəldik qəbirstanlığa, erməni qəbirlərində gəzdik. Çox gözəl bir səyahət oldu və bacımgilə qaytarıram ki, bir də bizə gəlməsinlər. Çox belə qeyri-adi yerə getmişdik, o qədər də yəni maraqlı deyildi. Gərək Hadrutun gözəl yerləri var idi, oralara aparardıq. Beləcə bu da mənzərəmizdir və Hadrutda tikilən mescidimiz. İnanıram ki videomuz maraqlıdır. Əgər həqiqətən maraqlıdırsa bəyənib, kanalımıza abunə olub, həmçinin də şərh yazmağı unutmayın. Bir neçə vaxt da paylaşmırdım. Bundan sonra davamlı şəkildə vloqlarımız gələcək. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.